Salam aleyküm əziz dostlar, əziz izləyicilər. Hal-hazırda davam etməkdə olan işlərimizdən sizə təqdim edirəm. Bura mənzilin ikinci mərtəbəsində olan hamam otağıdır. Deməli, qapıdan dərhal sağda duş kabini olacaq. Təpə duşu, əl duşu və lülə çıxışından ibarətdir. Divarçı simstillər, soruşurlar, şəxsidə yazırlar. Bir də xahiş edirlər ki, işlətdiyimiz məhsullar barədə məlumat verin. Ona görə bildirirəm və reklam kimi çıxmasın da. Məhsullar hamısı Tesco'ya aiddir, divarçilər. Gözəl bir məhsuldur. Biz yeni başlamışıq bundan istifadə etməyə. Kifayət qədər keyfiyyətlidir, Türkiyə istehsalıdır. Ondan sonra kanalizasiyanın belə xamutlarla işləmişik, gözəl sərgəli. İsti sularımız izolyasiya olunub üzərindən, qara izolyətlənib ki, təmiz müddətində sıradan çıxmasın, həm də keyfiyyətli olsun, uzun ömürlü olsun. Ondan sonra bu hissədə duş kabinadır. Burada da əl duşu, təpə duşu və yenə də lülə var. Trapımız göründüyü kimi urivində, həm divardan ara məsafələri də bərabərdir. Deməli 25 və 25. Ondan sonra burada unitazdır. Yanında yenə trap bərkidilib. Kanalizasiyalar hamısı bacardığımız qədər 45 dərəcə döngələrdən istifadə etmişik. Bu onun yanında gigiyenik duşudur. Burada inşallah ki dəsmal qurudan olacaq. Və burada isə moydadırdır. Onun da simstili gizlidir. Düşünürəm ki, kifayət qədər səliqəli, gözəl şandır. Allah sahibi üçün xeyirli bərzət verəsin. Allah'ım, yəni